Aleykum assalam. Həyat yoldaşımdan öz adıma pul alıb, sonra pulu sədəqə kimi ehtiyacı olan birine verə bilərəm. Yəni, həyat yoldaşından nə adla alırsan? Yəni, bir var həyat yoldaşın sənə məsəl üçün verir, özün üçün xərcləməyə və sən ucuz şeylər alıb, o pulu saxlayıb sədəqə edirsənsə, inşallah bir problem yoxdur, olar. Olar. Bu dediğiniz formada olar. Aleykum assalam. Həyat yoldaşım namazda, Fatihədə və digər surələrdə çoxlu səhvlər edir, çalışır düzəldək, ancaq hələ ki davam edir. Bu halda ailə içində cəmaət namazında onunla durmaq caizdirmi? Bir də çox sürətli qılır namazı, mən yetişə bilmirəm. Çalışın ona deyin, yəni başa salın, nəsihət eləyin və ən azından Fatihəni düzgün oxumağı öyrənsin. Misal üçün bir dənə qarini götürün, o qairi oxusun, o da ayəyə təkrarlasın. Yəni bacaran qədər, yəni sonuçta bir 30%-ni çalışsın, oxşatsın. Əsas hərfləri düz tələffüz eləsin, təzvid, avaz olmasa da olar, amma əsas düzgün tələffüz eləsin. Həmçində sürəti qılmağına görə də ona başa salın, nəsə edin ki, aram-aram qılsın, tələsməsin. Yəni qaçaqaç deyil ki, məscid deyil ki, deyim dalında falan qədər adam var. Ev əhlidir, çalışıb aram-aram, sakit-sakit qılsın. Aleykum assalam. Bir müsəlman ailəsində güclü mübahisə olub, bacı özünə ciddi xəsarət yetirib. Səbəb yoldaşı olub, bacı bu əsnada xulu talaqını istəyib, qarşı tərəf də verib. Bu talaq sayılır ya yox? Görsən odur ki, əgər bu xəsarət qarşılığındadırsa, yəni bu artıq belə deyək də, özünə də xəsarət yetirir və zor tətbiq eləyib və qardaş da qorxub. Allah alim, yəni belə olan halda inşallah ki, o talaq hesab olunmaz. Çünki bu bizə yazılan budur. İndi görün, orada vəziyyət necə olub ki, bu necə əsəbləşib, özünə necə xəsarət yetirib ki, yəni sanki belə deyim, qardaş zorakılıq qarşısında qalıb. Zor qarşısına qalıb. Sanki elə bir ki, ona zorakılıq tətbiq olunub. Yəni qeyri-ixtiyarı aydındır. Yəni hal belə olub, belə görsənir və o da qorxu ilə, təlaşla onu verib. Allah alim, inşallah ki, yəni bu belə halda verilən talaq, xullu talağı səhih hesab olunmaz. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Qadın heyz halında oruç tuta bilmək üçün həmən günün kəffarəsini bir nəfərə iftar verməklə ala bilər. Qəza tutmasın, Şəvval orucundan çatdıra bilsin. Qəza tutmasın. Telegramda iftar süfrələrinə pul yığılır, 8-9 manat. Ora pulu göndərib kəffarini edəsin, xeyr. Yəni heç bir alim deməyib ki, qadın heyzin yerinə kəffara edir. Qadın əgər Ramazanda heyz günləri varsa və Ramazandan sonra ilk olaraq neçə gün qəza edibsə, yəni heyzəyinə görə o günləri qəza edir, ondan sonra Şəvvalı tutur. O heç bir halda da bu səbəbə görə kəffarə eləmir, yəni kəffarə ödəmir, yəni kasıb miskin yedizdirmir. Həmçində ümumiyyətlə kəffarə pulunu qəti formada iftar süfrəsinə verilmək olmaz. Kimsə kəffarə pulunu iftar süfrəsini ödəyibsə də belə, yəni onun kəffarəsi məqbul deyildir. O əlavə edilən kəffarə ödəməlidir. Və həmçində başqa bir tövsiyədə heç vaxt tanımadığınız, bilməyiniz, əmin olmadığınız hər hansı bir elana, istəyir sədəqə ilə bağlı, istəyir yardımla bağlı, istəyir məscidlə bağlı, istəyir xəstə ilə bağlı, istəyir iftarla bağlı, heç bir halda tanımadığınız, bilməyiniz, əmin olmadığınız elanlara bir qəpik də belə göndərməyin. Aleykum assalam. Ümumiyyətlə evdə etikaf olmur. Evdə sadəcə hər bir müsəlman istəyir, qadın olsun, istəyir kişi olsun, gecədən səhərə kimi ibadət edə bilər. O ki, qalsa ki, qadına gəlincə isə, yəni qadın da istəyir gecədən səhərə kimi ibadət eləsin, amma heyzli haldadır. Bəli, o namazdan başqa duadır, zikirdir, istiğfardır, edə bilər səhərə kimi. Həmçində elektron planşetdən Quran da oxuya bilər. Yalnız namaz qala bilməz, bir də Quran kitabını əlinə götürüb oxuya bilməz. Amma elektron variantında oxuya bilər. Amma heç bir halda evdə etikaf olmur. Nə qadın üçün, nə kişi üçün. Çünki etikafın yeri yalnız və yalnız məsciddir. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Bu barədə bir sualım da var. Əmoğlu, dayıoğlu, qayın və s. bunlar naməhrəmdir hər biri. Amma cahil ətraf olduğu üçün
onlarla birbaşa əlaqəni kəsmək fitnəyə səbəb ola bilər. Bu halda onlarla da müəyyən səviyyədə həddi aşmadan danışmada problem var. Məsələn, evə gəlirlər, bir süfrədə oturmağa məcbur oluruq və ya salam verirlər, necəsən və s. soruşurlar. Məcbur olub cavab verməli oluruqsa nə etməliyik? Mümkün qədər zarafatdan əlavə dialoqdan uzaq durmağa çalışsaq, amma salam verdikdə, salam alsaq, sual verdikdə ehtiyac olduğu qədər cavab versək və ya iftara gəldikdə və ya adi bir gündə bir süfrədə otursaq olar. Heç bir halda bir süfrədə qətiyyən olmaz, qəti formada. Çünki əlhəmdülillah, əgər qadın da, kişi də ibadət əhlidirsə, yəni o qadın yoldaşı özü çıxmalıdır. Dayı oğlu, əmi oğlu, bibi oğlu, qayının qabağına özü çıxmalıdır. Bəzi onlara cavab verməlidir və onlar ayrı oturmalılar, qadınlar ayrı oturmalıdır. Heç vaxt bir süfrədə oturmaqları düzgün deyil. Çünki bunlar hamısı, yəni sən istəsən də, istəməsən də bu şeytanın qapısıdır. Bu şeytanın qapısı. Ona görə Peyğəmbər s.ə.v-lə Qayin haqqında soruşan deyir ki, Qayin ölümdür. Yəni fitnənin elə yekəsidir. Yəni ona görə heç bir halda bir yerdə oturmaqları, durmaqları, ünsiyyət qurmaqları düzgün deyil. Yəni evə gəlir, salamı evin yiyəsinə verir, yəni kişi verir, kişi onun salamını qaytarır. Və qadın onlarla təmasda olmur və qadınlar ayrı oturur, kişilər ayrı oturur. Yəni maksimum dərəcədə çalışmaq lazımdır ki, yəni təmasda olmayasan. Evin yiyəsi kişi var, kişi onlara salamını da alır, onların sualına da cavab verir. Yəni bu dinin qaydası budur. Çünki hər bir məsələdə, yəni biz deyəcək ki, burada fitnə var, bunu belə eləyək. Yəni yadda saxlayın ki, sizin onunla danışmamağınızın fitnəsi demək olar ki, daha yüngüldür. Nəinki sizin onlarla danışmağınız fitnəsi. Bax, fitnə deyir ki, elə ətrafda cahildir, fitnə olar. Elə bir fitnə elə onlarla elə danışmaqdır. Çünki əgər onlar da ibadət əhli olsa, birinci başa düşər hər şeyi, maksimum dərəcə başını aşağı salar, salam verər, keçər, misal üçün deyək. Amma cahil olsa, deyirik ki, yox, cahildir, fitnə olar. Bu halda o tembol, o şəriətin həddlərini bilmir. Gəlin bacı necəsən, gəlin bacı belə, gəlin bacı elə, gəlin bacı elə. Fitnə dediyin, yəni çəkinmək və fitnə deyirsinizsə, onlarla ünsiyyət qurmağın fitnəsi daha şiddətli artır. Yəni aydındır. Ona görə qadının yoldaşı, bəli, özü onlarla ünsiyyət qurmalıdır. Salamı ona verməlidirlər, o salamı qaytarmalıdır, qarşılamalıdır və s. Yemək yeməyə gəlincə isə istər iftar olsun, istər qeyri-iftar olsun, heç bir halda bir süfrədə oturmaq qətiyyən düzgün deyil. Və aleykumussalam. Uşaqların nadizliyini aradan qaldıracaq surə yaxud dua varmı? Bəzən duanı suya üfürüb içirlər, bu doğrudur. Ümumiyyətlə, insan musallat olmuş insana, cinli olan insana duaları, ayələri, rənu quyruq qiyalında su yoxdur, biçizdirə bilər. Amma o ki, qalacaq ki, uşaqlar nadizdir və s. Yəni, əslində uşaqlar aktiv olurlar, bir də hiperaktiv uşaqlar var və onların da biz nadizlik deyirik, əslində o nadizlik deyirlər, sadəcə biz onların enerjilərini düzgün yönəldə bilmirik. Ona görə düzgün oldu ki, biz onların enerjilərini düzgün yönəldək. Yəni, idman varsa idmana qoymaq lazımdır, başqa məsələn Quran dərslərinə qoymaq lazımdır, ərəb dili dərsinə qoymaq lazımdır, Quran əzbərləməyə yönəltməyə lazımdır. Yəni, uşağın enerjisini biz düzgün yönəldə bilməyəndə, düzgün xərcləyə bilməyəndə, biz deyirik, uşaqlar nadizdir. Uşaqlar nadiz deyirlər. Uşaqlar sadəcə hiperaktivdirlər, enerjidirlər. Və uşaq da enerjili olduğu üçün də onu bir yerdə saxlamaq olmur. Sadəcə onu düzgün yönəltmək lazımdır. O enerjinin düzgün sərfiyyata yönəltmək lazımdır ki, o enerjisini ora yönəltsin. Aydındır. Amma onun üçün xüsusi bir dua, xüsusi bir ayə yoxdur. Ümumi ayətlər, dualar var ki, Allahım mənim övladım islah elə, Allah mənim övladım düz yol öyrəld. Ondan sonra digər İbrahim əleyhissalamın öz övladı üçün elədiyi dualar var. Yəni Quran-ı Kərimdə Allahumma cünubni bəni nəbudəl asnam. Yəni bu kimi dualardır. Amma xüsusi nadizlik üçüncə xeyr. Yalnız və yalnız dediyimiz kimi Allahın izni ilə onu öz enerjisini düzgün sərfiyyata yönəltmək lazımdır. Yəni düzgün
xərcləsin, düzgün yerə yönəltsin. Aleykum assalam. Uşaqlara acıqlanıb onlara bayram hədiyyəsi almayacağımı and içdim. Uşaqlar isə bayram hədiyyəsi gözlərini nə etməliyəm? Siz andınıza kəffarə edirsiniz. Yəni Ramazandan sonra 3 gün oruç tutacaqsınız. Andınızın kəffarəsini verin və hədiyyənizi də alın. Çünki bizim müsəlmanların 2 dənə bayram var və bayram hədiyyəsi almayacağam deyə and içmək də düzgün deyil. Siz andınızı pozursunuz, kəffarə verirsiniz. Yəni Ramazandan sonra 3 gün oruç tutursunuz, amma andınızı pozun və uşaqların da hədiyyəsini alın. Aleykum assalam. Bayram hədiyyəsi olaraq kiməsə makiyaj yaxud da bəzəkli çantalmaq olar. Qeyd edim ki, alacağım kimsə məktəblidir, hicabsızdır, müsəlmandır. Yəni əgər hicabsızdırsa, yaxşı olan ki, makiyaj da almayasınız. Alın ona, məsəl üçün, məktəblidirsə, məktəbə aid çanta alın, məktəbə aid bir şey alın. Yəni, uşaq hicabın makiyajı nə edir ki? İndən makiyaj almaq lazım da deyil. Amma çanta ala bilərsiniz. Yəni, məktəbə aid və hansısa bir geyim forması ala bilərsiniz. Amma makiyaj almasa yaxşı. Çünki zaten məktəb uşağıdır. O makiyajı nə edir ki? Aleykum assalam, bərəkatuhu. Allah günahlarını bağışlasın, əfv eləsin. Yəni, bacı qılmadığı namazlara ehtiyac yoxdur. Sadəcə nafilə namazlarını artırsın. Nafilə namazlar nədir? Yəni, gün çıxandan zöhrə qədər, zöhrdən əsrə qədər, məğrib işə arası, işədən sonra, yəni bacaran qədər nafilə artıq namazlar qılsın. Nafilə namazlar onlara deyilir. Yəni, sünnə namazlar, o ratib sünnələr, fərzlərin əvvəlində, sonrasında olan namazlarda. Amma nafilə namazların isə yeri yoxdur. Yəni, onun xüsusi bir yeri, vaxtı yoxdur. Yəni, səhər gün çıxandan zöhrə qədər, bacaran qədər çox namaz qılsın. Zöhrdən əsrə kimi, sonra məğrib işə arası, işədən sonra bacaran qədər çoxlu namaz qılsın ki, hətta o qılmadıqların yerinə də dolsun. Aleykum assalam. Evimə gələn qonaq mənim ona etdiyim qulluğu öz evində mənə etmirsə, o kimsə haqqında pis düşüncələr ağlıma gəlir. Ya da o müsəlman bacıdan uzaqlaşmağa, onu sevməməyə başlayıram. Günah iş görürəmi? Bu məni çox narahat edir. Əvvəla belə deyək, əslində ola bilər ki, siz onlara ən gözəl nemətlər, təamlar düzürsünüz, onun üçün yaxşı qulluq edirsiniz. Ola bilər həmən insanın sizin ona edəcəyiniz qulluq dərəcə onun imkanı yoxdur. Yəni onu da nəzərə alın ki, ola bilər ki, onların imkanı yoxdur. Yəni dərhal şeytan sizə o pis fikirləri gətirməsin. Yəni ola bilər imkanı yoxdur. Ola bilər ki, belə deyim də, qaynana yanında yaşayır, məsəl üçün qaynanası imkan vermir sizə elə qulluq eləməyə. Yəni çalışaq ki, bir-birimizə qarşı, yəni yaxşı zəndə olaq. Siz elə öz qulluğunuzu edin, Allah üçün savabınızı qazanın, qoy da nəyi bacarırsa eləsin. Yəni o da öz əməlinə görə savabını qazanacaq. Amma bu şeyləri görə küsüm, inciyim, əlaqəni kəsim, sevməyim, bunu eləmək olmaz. Çünki ortada çox səbəblər ola bilər ki, niyə görə bacı sizə, siz ona edən qulluğu etmir. Amillər çox ola bilər. Onu da nəzərə alın inşallah. Aleykum assalam. Kiprik qaynağı etdirmək olmaz və nə üçün olmaz? Bəli, olmaz. Səbəbi də odur ki, yəni özünə kiprik qoyan qadın, yəni özündə olmayan gözəlliyi özündə əks elətdirir. Çünki o nədən ötürüdür? Öz kiprikləri qısadır. O kiprik qoydurur və öz kipriklərini böyük elətdirir. O da insanı qıraqdan cəlb elətdirir və s. Və bu da insanın yəni özündə olmayan bir gözəlliyi özündə göstərməsidir ki, və həmçində bu da saça qaynaq kimi də olunur. Çünki saç var ki, saçısa da qaynaq eləyirlər. O da şəriətdən qadağandır. Bu da qaşı-qaşa qaynaq eləyirlər. Və saçına calayan, saçına saç calayan, saçına qaynaq eləyən o hədislərdə qadağan gəlib, aydındır. Və kiprik də onun kimidir, yəni eyni formadır, orada saçını gözəlləşdirir, çox göstərir. Burada da kiprini gözəlləşdirir, uzun, qəşəng göstərir. Aleykum assalam və rəhmətullahi bərəkatuhu. Burada bəzi istisna hallar da olar deyə bilirdim. Nifas uzun müddət adət görən qadınlar sələnkarlığından tutmayan qaza edə bilməzdi, doğrudurmu? Ümumiyyətlə, yəni Şəvval orucu sünnədir, aydındır. Və Şəvval ayında tutulduğu üçün o Şəvvalın savabını qazandırır. Çünki onun da o bir aylarda qəzası yoxdur, aydındır.
Amma o ki qaldı ki, hansısa qadınlar, məsəl üçün, nifas halına görə, hansı hala görə tuta bilmirlərsə, bu onların üzrüdür. Və bunlar niyyətlərinə görə, yəni niyyətlərində Şəvval orucunu tutmağa hərisli olubsa, niyyətlərinə görə savab qazanırlar. Niyyətlərinə görə savab qazanırlar. Amma yox, nifas oldu, nə oldu və buna görə mən Şəvvalda tutanmadım, Məhərrəm ayında tutacam, Zülhiccə ayında tutacam. Şəriət belə bir şey əmr eləməyib və bu da bildiyim qədər də icazəli deyil. Çünki orucun, Şəvval orucunun digər aylarda qəzası da olmur. Aleykum assalam və bərəkatuhu. Kəbinli olan nişanlı qadın və kişi talaq verib ayrılıqdan sonra daha evlənə bilməzlər, yoxsa yenidən evlənə bilmələri üçün kəbin üçün hər hansısa şərtlər tətbiq edilməlidir. Əgər onlar mücərrəd olaraq kəbin kəsdirib, nişanlı olub və heç bir yaxınlıq olmayıbsa, aralarında yaxınlıq olmayıbsa və bunlar boşanıblarsa, onlar yenidən barışmaq istəsələr, bəli, yenidən iki şahid, kəbin, vəli, zat lazım olur. Aydındır. Amma onların bu talaqı artıq bir dənə hesab olunur. Yəni, artıq yerdə öyle bir onların iki talaqı qalır. Aleykum assalam və bərəkatuhu. Bir bazı pişik saxlayır. O pişiyin balaları olub. İndi deyir ki, imkanım yoxdur. Artıq onları baxmağa, başqalarına balalarını baxmaq üçün versəm olarmı? Əgər həmən adamlar kimə verəcəksiniz o pişik balalarını, onların yeməyini, içməyini verəcəklərsə, problem yoxdur, verə bilərsiniz. Əgər ki, süddən kəsilibsə də, yox, əgər süd içirsə, yaxşıdır ki, ana yanında qalsın ki, bədən güclənsin, ölməsin, zəifləməsin. Yox, artıq süddən kəsilibsə, artıq yemək yeyirsə, o zaman başqa bir imkanı olan, hansı ki, onun yeməyini, içməyini verəcəksə, o zaman verə bilərsiniz, heç bir problem yoxdur. Aleykum assalam. Bir bacı soruşur ki, Bakıdan rayona gedirəm. Ayda bir dəfə namaz vaxtı gəldikdə namazları oturduğum yerdə maşında qılmağa düşürəm. Maşın gedə-gedə qılıram. Onlar belə, ya necə edim? Maşın sahibi saxlamır maşını. Əgər maşını saxlamırsa, maşın gedə-gedə də qıla bilərsiniz. Əgər saxlamırsa, maşın gedə-gedə qıla bilərsiniz. Aleykum assalam. Bir sualım da var. Qadınlar cənazə namazına qoşula bilərlərmi? Məsələn, cənazəni yuduqdan sonra həyətdə gətirirlər və kişilər cənazə namazı qılırlar. Qadınlar da onların arxasında biraz məsafə saxlayaraq namaz qıla bilərlər. Zaten ruku və səcdə yoxdur. Bəzi alimlərə görə olar və səhih də budur ki, olar. Çünki cənazə namazı əgər açıqlıqda qılınırsa, icazəlidir ki, qadınlar da kişilərin arxasında məsafə saxlayaraq cənazəni qılsınlar. Çünki onların cənazə qılmaqlarına qadağan gəlməyib. İnşallah ki, qıla bilərlər. Yəni, bu dediyi formada qıla bilərlər. Aleykum assalam. Niqablı xanıma kepka taxmaq olarmı? Hicaba və niqaba zidd deyil ki, əgər belə deyək də, dəb üçün qıraqdan dəbli görsənsin deyə və özlərini kiməsə oxşatmaq istəyirlərsə, bu olmaz. Bu qətiyyən olmaz. Çünki belə deyək də, niqablı xanımın ümumiyyətlə, yəni kepka taxmağı nəyə əsasən taxacaq? Zaten ona gün dəymir. Əgər gündən qorunacam deyirsə, niqabdadır. Bir dənə gözləri qalıb. Ona görə onun heç bir halda taxmağı uyğun deyil. Yox, əgər hicablıdırsa, üzündə niqab yoxdursa və kepka taxır ki, üzümə gün düşməsin, o zaman biz ona deyə bilər ki, sən kepka yox, kepkanı əvəz edən dimdiklər var. Hansı ki, o həqiqətən də günün qabağını alır. Yəni, ən çox da görsən ki, Məkkə, Mədinədə isti havalarda bundan, hicablı qadınlar bundan istifadə edirlər. Yəni, ən azı kepkanı o ilə əvəz edə bilərlər, əgər sırf gündən. Yenə deyirəm, əgər qəsdi dəb deyilsə və yaxud da ki, yaxşı görsənir, cəlb edici o niyyətlə taxırsa, bunlar olmaz. Çünki hicabın hədəfləri nəzərləri qaçırtmaqdır, nəzərləri cəlb eləmək deyil. Gündən ötürü deyəcək ki, məsələ budur. Ya dimdikli, ortası açıq
yəni müəyyən kaprondan olan dimdiklər var. Kaprondur, ortası açıq, yəni kepka deyil. Əgər gündən ötürü istəyirsə odur. Yox, əgər bunun niyyəti kiməsə bənzətmək, qıraqdan belə görsənir, cəlb edici olur deyə taxırsa, bu haramdır, bu eləmək olmaz. Və ümumiyyətlə, daha doğru, dürüst cavab da olardı ki, bu suala qarşı. Yəni, qadın ehtiyac olmadan çölə bayrağa çıxmasın ki, nə gün ona dəysin, nə də ki, belə kepka və yaxud da digər kepkanı əvəz edən gün qoruyucudan da istifadə eləməsin. Ən salamatı ehtiyac olmadan bayrağa çıxmasın. Aleykum assalam və rahmetullah bərəkatuhu. Bəzəkdən qaçmaq imandandır hədisində nəzərdə tutulan necə bəzəkdir? Onu bilmirəm, hədisin mətnini bilmirəm. Yəqin ki, əgər hədis səhihdirsə, orada ət-təzəyyün söhbət gedir. Ət-təzəyyün də orada, yəni insanların baxışlarını özünə cəlb edəcək gözəlliklərdən, bəzəklərdən gedir. Böyük ehtimalla əgər hədis səhihdirsə, bir var, insan bəzənə bilər gözəl geyim keçimlə, təmiz giyinə bilər, gözəl giyinə bilər. Bu özdə bir bəzənməkdir. Bir də var ki, bəzənmək, yəni belə deyək də, rəngarəng geyim formaları, cazibədar əşyalar və s. Əgər hədis səhihdirsə, böyük ehtimalla ikinci burada qəsd olunur. Çünki birinciyə aid olanmaz. Çünki əksinə birinci hal insandan tələb olunandır. Yəni, gözəl geyinmək, qəşəng geyinmək hədislərdə də qeyd olunub və hədislərdə deyilir ki, Allah Subhanahu taala gözəl və gözəlliyi də sevir. Amma bəzək isə böyük ehtimalla yəqin ki, ikinci dediyimiz qəsd olunur. Aleykum assalam. Bakıda məktəblərdə deyilənə görə hicablı olan qızları və qadınları, müəllimələri hicabı qadağan edirlər. Əgər razı olmasa ərizə yazmalı. Doğrudurmu bugün? Dedilər bizə, xeyr, elə bir şey doğru deyil. Yəni, bizim öz qızlarımız da hicablı gedir məktəbə. Hələ ki, bir səhih heç bir şey yoxdur. Yəni, sadəcə müəyyən müxalif insanlardır ki, yəni şayələr yazırlar. Amma o barədə doğru, dürüst belə bir xəbər yoxdur.